Benim kardeşlerim Allah kimler Amin. Esselamu aleyküm ya şuhad. Bismillah. Esselamu aleyküm ya hıdırlar kavmin mu'minin. Halik'in nur. Fatiha. Evet. الذين ضالين آمين هو الله أحد الله رحمته yani Ağabeyler gel de şehitlere. Selamünaleyküm ya ahli darzâle kavmin mu'minin. İnne inşaallah bikum lahvim sallallahu aleyhi ve sellem. Subhanallah Teala Halik nur. Fatiha. Sıratal müstakime sıratal lezîne Gayril mağdûbi aleyhim velezzâlin amin. Kul huvallahu ehad Allahu samad Allah rahmet eylesin. Allah rahmet eylesin. Amin Allah. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. La yestevi ashabun nar. Lev enzelna hazal Kur'ane ala cebelun lereyte haşen uteseddiyen min haşen. Alimul gaybi ve şehade huve'r-Rahmanur-Rahim. Huvallahu la mutekebbir. Subhanallah yemma yüşrikun. Ma fis semavati vel ard. Ve huvel azizul hakim. Sadakallahul azim. Alemin amin. Elhamdülillah. Elhamdülillah Rabbil alemin vel âkıbetu lil muttaqin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve tebbil kulubina ve şefi zunubina Ebul Kasım Muhammed sallallahu aleyhi ve sellem. Allahümme Rabbena ya Rabbena tegabbel minna. İnneke entes semî'ul alim ve tub ileyna ya Mevlana inneke entet tevvâbur rahim. Vahdina ve vahdina ilel hakki ve terikil müstakim. Va'fu anna. Veğfir lana ve rahmetullahi ve tub alel kavmil kâfirin. Allahümme navvir kulubena bi nuril Kur'an ve keffir le seyyiatina bi zekril Kur'an. واشف مرضانا بآياتك وسلم أحيانا بحرمتك. اللهم اكرمنا بكرامة القرآن. اللهم شرفنا بشرافة القرآن. اللهم زينا بزينة القرآن. اللهم ألبسنا بخلقة القرآن. اللهم ادخل الجنة بشفاعة القرآن. ونجينا نيران بكرامة القرآن. بفضيلة القرآن. بتلاوة القرآن. اللهم اجعل القرآن زميلنا في الدنيا قرينا وفي القبر مونسا وفي الصراط شفيعا وعلى كل خيرة دليلا وإماما بفضلك وبجودك وكرامك يا أكرم الأكرمين وأرحم الراحمين. اللهم بلغ سلامه عادية متصلة إلى روح نبينا وشفيعنا محمد المصطفى صلى الله عليه وسلم وإلى روح جميل وليا ونفسه وشهد وصالح وإلى روح المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا سيما خصنا روح مغفور مبرور معلوم رحم الله منادي الفاتحة. يا تناول الصراط المستقيم غير المغضوب عليهم ولا الضالين آمين. قل هو الله أحد الله الصمد Allah rahmet eylesin. Allah rahmet eylesin. Hürmetli cemaat, aziz şəhid ataları, hürmetli şəhid anaları, hürmetli qonaqlar, əziz dostlar, çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Bir xahişim var sizdən, həmişəki oldu xahişdir. Bir dəqiqəlik sükutla bütün şəhidlərimizin xatirəsini yad edək, sonra tədbirimizi davam etdirək. Allah rəhmət eləsin. Amin. Allah rahmet eylesin. Bu günləri biz gözəl məkanda, gözəl ziyarət yerimizdə, gözəl and yerimiz olan şəhidlər, Şamaxı şəhidlər Səhvanı'nda yığılır. Cavud balamızın ad gününə yığışmışıq. Cavud balam özü orada öz dostlarıyla, öz yoldaşlarıyla, öz silahdaşları ilə keçirtdi. Bugün də biz onun qarşısındayıq
O da karşısında bizi görür ve bizi anlayır, bizi başa düşür. Bize der ki ata, ana, bütün halkım, bütün şehitlerin ataları. Malum olabilirsiniz ki ben de orada öz şehit dostlarımla geçittim. Bugün de cemaatimin, elimin, halkımın yanındayım. Her birisi Allah Teala hoşbaxt günler kısmet eləsin. Allah Teala Cavud balazında atasının, anasının qalan bağlarını hoşbaxt eləsin. Amin. Allah Teala bütün şehitlerimize gani rəhmət eləsin, yerleri cennette olsun. Çok sağ olun. Bu ziyarette ister 5 adam olsun, ister 1000 adam olsun. Hemen ayəni benim sağımda duran Şamaxı rayonunun Axundi, hörmətli Hacı Mərhəmət hemen suranı da okudu, hemen duvarını da verdi. Hemen danışığı da danışırıq, onunla da güclü danışırıq. Allah her birinizden razı olsun. Ben şəxsən bugünkü günə, bütün günlərə şahlanıram. Bugünkü günə də şahlanıram ki, siz yanımızdasınız. Siz buradasınız. Çok sağ olun. Allah her birinizden razı olsun. Allah her birinizin kapısında şahitlik eləsin, hörmətli şəhid ataları. Əziz şəhid anaları. Hörmətli Güləsən qardaş. Günləri Cavud balamızın ad günüdür. Siz buradasınız. Dayanmışsınız oğlunuzun yanında. Halk diyelim onun döşünde. İzdiham diyelim onun döşünde. O bizi görür. Benim sağımda hörmətli Şamaxı rayonunun Axundi, hörmətli her birimizin hörmətlisi olan, Şamaxı rayonunun hörmətlisi olan Hacı Mərhəmət, solumda durup bu işine bakan Şamaxı rayon şöbəsinin müdürü, hörmətli Aqil müəllim, gözəl qonaqlarımız, şəhid ataları, şəhid anaları, her birimiz burada. Bilirik, her birimiz bu işte yürürük, her birimiz bu işte canla, qəlblə deyirik. Ona göre de hörmətli Güləsən qardaş, bir neçə kəlmə buyur, sonra davam edeceğiz inşallah. Çok sağ olun. Allah her birinizden razı olsun. Günleri sağlık alanınızın değişmeyen altında. Allah sağlık alanının timsalında döşertlerimizin değişmeyen yolculuklarına mübarek eləsin. Allah onların her birimize burada iştirak edip öğrenmeyen herkesin Allah cennet olan talaların cennetin dilesin. Çok sağ olun. Allah her birinizden razı olsun. Amin kardeşim. Günler tekrar aldı. Benimle bir yerde sağlık paramıza cenneti ad gününe yaşamış. Çok sağ olun. Her birinize teşekkür ederim. Hiç kimi tak koymayacak. Bundan katılacağım olur. O gün göylerdeydik, hamımız oradaydık. Bayramın oğlunun, adı nedir onun oğlunun? Müşfik'in hanım günündeyik. Yığıştık. Bayram hani dediler, bayram koy gel. Ben dediler Aksakal, başladım koy bayram gelsin. Birden bayram geldi. Dedi Aksakal, hamımız dedi bayramsızlar. Şimdi kardeş sen oldun olmadın hamımız bak bunun babası, dedesi, bunun canı ciğeri. Bu bizim canımız ciğerimizdir. İstersen sen ol, sen burada olmasın da bu adam gelecek buna. Bak sen Hatice Melire. Bilir de baba döşüm döş boşa yandım kişi. Allah Teala her birinden razı olsun. Allah Teala her birini hoşbaxt vermekte cemaat. Bak buradan çıktık. Herkese ne Allah işlemalıdır. Ne ki bir iskança hiç mi lazım değil. Bize lazım buradır. Bize vacip buradır. Bizim işimiz buradır, bizim ziyaretimiz buradır. Ona göre de ilk sözü hörmətli Sübhanan verirəm. Buyur. Allah da hamd gəlmişiz ziyarətlərinə. Allah uzun kömək versin. Bizim özümüzü şəhətlər ziyarət etmək. Məhz bu şəhətlərin sayəsində bizim şəhər bayrağımız Qarabağda qalalanır. Yüzlərdən alınmayan torpaqlarımızı bizim şəhətlərimiz, qazilərimiz, vətənimiz alır. Şəhətlər üçün çox söz demək olar, tərif yağdırmaq olar. Çünki onlar ən böyük tərifə layiqdirlər. Bizlərin kişilik papağın başına qoyan kişilərdir. Onlar mərd olub, mərdanə oldular, bir oldular, bərabər oldular, torpaq aldılar. Bu torpağı qorumaq, bu torpaqda yaşayan, qalan Azərbaycan vətəndaşların borcudur. Bizim də üstümüzə düşən şəhidimizin hörmətin ağrı saxlamaq, Uca saxlamaq. Dövlət başçımız ağrıdan da ağrı saxlayır. Biz şəhid valideynləri başda olmaqla bu şəhidlərin hamısına borcumuz var. Çünki onlar bizim bugünümüzü, sabahımızı, işıqlı gələcəyimizi qoyub getdilər. Allah yerlərin cənnət eləsin. Onlara hamd olmuşdur. Kimi borcun bildirməyin
dilinə gətirir, kimi mənəvi içərisində çəkir. Müharibə dövründə o gözəl birliyi, bərabərliyi bu Azərbaycan torpağına daim arzulayıram. Çünki 2020-ci ildə elə bir bütün Azərbaycana kişiyə gəlmişdi. Qadınlar da, kişisinə də biri malı ilə, biri pulu ilə, biri əziyyəti ilə bu zəfəri bizə qazandıran ən əsas bizim şəhidlərimiz oldu. Allah yerlərini cənnət eləsin, valideynlərə sağ çox sağ olun. Təşəkkür edirəm. Hörmətli İmran müəllim, şəhid atası buyur hər dəfə Sabahınız yanımızda. xeyir olsun, değerli insanlar, hörmətli kişilər. Biz bugün Cavid Qəhrəman şəhid evladımızın mövlududur. Onun mövluduna yığılmışıq. Allah Cavid balamızın timsalında bugünkü mövludu olan bütün şəhidlərimizin məkanı cənnət olsun. Amin. Allah bütün şəhid valideynlərinə bol dözüm versin. Allah sizlərdən də razı olsun, hər birinizdən. Təşəkkür edirəm. Sizlər həmişə bizimlə bir yerdə olursunuz. Yəni bu danılmazdır. Mən şəhid valideynlərinə, özüm də daxil olmaqla böyük, çoxlu özümüzə səbir dözüm arzulayıram. Və mən burada şəhid qardaşlarını görürəm, qazimizi görürəm, veteranımızı görürəm. Allah sizin deyəcək şəhidlər hamısı bizimdir, fərq eləmir. Elədir. Bütün şəhidlər bizim baş tacımızdır, qürur yerimizi. Allah dövlətimizi qorusun, dövlətçiliyimizi qorusun. Hər bir kəs bilməlidir ki, bu ağır bir yükdür, düzdür, bizim üçün qürurludur, çox qürurludur. Biz son vaxtlar çox hadisələr görürük, çox cavanların həyatdan köçməni görürük. Amma bu kişilər tarixə yeni imza atan kişilərdən oldu. Allah hər birinin yerini cənnət eləsin. Allah dövlətimizi qorusun bir daha. Hərbçilərimizə Allah dözüm versin, əskərlərimizi qorusun. Allah Cənab-ı Ali Baş Prezidentimizə xoş ömür versin ki, bu dövlət nizamlı dövlət olaraq yaşasın. Və bir daha rayon icra hakimiyyətinə Tahir müəllimə də öz təşəkkürümüzü bildiririk. O həmişə belə bir tədbirlərdə, belə bir şəhid işlərində həmişə dəstək olur. Yaxşı cəhətdən. Allah hər birinizi var eləsin. Çox sağ olun. Çox sağ ol, təşəkkür edirəm. Balamızın anın ad günündə Allah'a şükür. Buyur. İlk növbədə mən bütün şəhidlərin qarşısında baş əyirəm. Sağ ol. Qazilərə can sağlayıram. Şəhidlər haqqında istənilən qədər danışmaq. Şəhidlər 44 günlük vətən müharibəsində öz sözlərini deyib. Şəhidlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edib. Allah onların ruhunu şad eləsin. Amin. Şurasın qardaş, səbir diləyirəm sizi. Var olasın, sağ olun. Sağ olun. Təşəkkür edirəm. Şəhid atası, Vasif buyur. Bugün Cavid kardeşimizin doğum günüdür. Onlar öz doğum günlerini cennette geçiriyor. Bizim 2020 yılda verdiğimiz 3000'den yukarı can boş yere verilmedi demek. Onları ürək veren bizim 92. yılda olan məğlubiyyətimizdir. Çünkü biz 92. yılda da 15 bindən yukarı şəhid verdik. Ancak torpaqlarımız da getdi. Onlar bizim necə deyirik, kişilik papağımızı başımıza koydular. Onlar torpaq uğrunda, ana bacılarımız uğrunda öz şirin canlarından keçdilər. Heç kim onu deyə bilməz ki, kiminsə əlinə bir tikan batır, onu yanındakı hiss eləyə bilməz. Onu ancaq şəhid valideynləri hiss eləyir. Ancaq bizə qürur verən odur ki, onlar torpaq alıb şəhid olublar. Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirəm. Çox sağ olun, təşəkkür edirəm. Vahid müəllim buyur. Çok sağ olun, ben de her bir kardeşlerine salamlayıram. Bunun həqiqətən bizim tarix yazan şəhidimizin atası çox gözəl bir kişi. Düz mən ona məğlubiyyət saymıram. Çünki onda elə qəhrəman oğullarımız döyüşdü ki, hansı ki mən həmin dövrü burada bəziləri var ki, şəhid ataları 1-ci Qarabağ Savaşı'nda iştirak edib. O qəhrəmanlarda görür. Amma 20-ci ildə olan şəraitlə 90-91-ci 94-də ateşkəs vaxtına qədər olan, mayın 12-sinə qədər olan dövrü biz müqayisə edəndə, yəni biz artıq 20-ci ildə həm iqtisadi cəhətdən, həm hərbi cəhətdən biz çox irəli getdik, inkişaf elədik. O cənab prezident demişdən ki, biz bəzi dövlətlər bizə deyir ki, siz çox irəli gedirsiniz. Yəni bu inkişafdan doğur. Bu bizim Azərbaycanın müstəqillik dövründə inkişafından doğmuş bir hərəkətlər oldu.
Mən heç vaxt o günləri unutmaram. Yəni 1-ci Qarabağ savaşının, yəni burada yenə deyirəm, Sübhan qardaşımız var ki, şəhid atası 1-ci Qarabağ savaşının qəhrəman döyüşçülərindən biri olur. Xüsusi təyinatlı döyüşçülər olur. Komandir bizim Siyavuş komandirimiz ki, bax bir yerdə döyüşüblər. Bizim Fuad qardaşımız. Yəni bir yerdə döyüşən insanlar olublar. Onlar o günləri xatırlayırlar. O günlər bizim yadımızdan çıxmaz. İndi bəziləri deyir ki, 5 ildir yanızıq, amma biz 35 ildir bu dövlətin yanındayıq və o şəhidlərin qorunmasında, təbliğ olunmasında biz nə qədər canımızda can var, bu gün yaşayırıq, onları təbliğ eləməyə davam edəcəyik. Və o cümlədən ordumuzun mübariz olması, ordumuzun bu günləri şücaət göstərmiş və zəfər çalmış ordu. Zəfər çalmış ordu hər ölkədə olmur. Yəni müstəqillik olmuş dövlətlərin zəfər çalmış ordusu o deməkdir ki, bu gün bizim başımız hər yerdə ordu cəhətdən, ordumuzun təkmilləşməsi, qüdrətli ordumuzun olması cəhətdən biz yeganə xalqlar siyahısında gedirik ki, artıq bütün dünyada Azərbaycan ordusu müzəffər ordu və təkmilləşmiş ən nizami ordulardan biri sayılır. Və bu günləri bizim 44 günlük savaşımızda olan zəfərimizi bütün dünya artıq gördü ki, Azərbaycan ordusu nəyə qadirdir. Bizə kənardan hər hansı bir müdaxilə olarsa, artıq o dövlətlər Azərbaycan ordusu, Azərbaycan dövlətinin gücünü görür. Allah bu günləri o cəbhədə xidmət edən ordumuzun, ümumiyyətlə Azərbaycan ərazi bütövlüyünü qoruyan ordumuzu qorusun və onları düşmən gülləsinə heç vaxt tuş gətirməsin. Amin qardaş. Sayıq eləsin onları və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu gün Cavid balamızın anım gündür. Onun mövluduna yığışmışıq. Onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yenə deyirəm, burada vətənpərvər insanlar yığışır həmişə. O vətənpərvər insanlardır ki, bu günləri o şəhidlərimizi həmişə anır, diqqətdə saxlayır, o şəhid ailələrinə hörmətlə yanaşır. Şəxsən mən özümdən deyirəm ki, bu gün harada şəhid adı varsa və burada olan insanlar da bilirəm. Başda bizim hacımız olmaq şərtilə bütün bu tədbirlərdə onların dəfinlərində iştirak edib hacı, Allahın gözəl kəlamlarından, dualarına onlara oxuyub, Allahın yəni ən gözəl töhfələrindən diləyib, Allah sizdən də razı olsun, Ağsaqqal sizdən də Allah razı olsun ki, yəni düz deyirsiniz, burada bir nəfər o demək deyir ki, biz bugün ailələrimiz də bilir ki, biz buradayıq. Biri 5'e 10'a vurmaq lazımdır ki, bu günləri, yəni bir nəfər görünməklə deyir, onun əhatəsi ətraf var ki, bu günləri Vahid hardadır, Sübhan hardadır, Şəhidlər Xiyabandadır. Yəni, bu gün onlar da anırlar, onlar da bu gün biz belirsə bizim ailə üzvlərimizi, bizim yaxınlarımızla o şəhidləri anır. Yəni, hörmətlə yanaşır. Amin. Yəni, ailədə bu günləri biz bir nəfər şəhid ailəsinə hörmətlə yanaşırıqsa, demək onun ailə üzvləri də hörmətlə yanaşır o şəhid üzvlərinə. Çünki bu gün biz gedib ən azından evdə də danışırıq ki, haradaydın, filan şəhidimizin tədbirindəyik. Hansı məclisdən uzaq olsun, yeyib içməkdə və ya hansı bir istirahətdə deyilik. Ona görə deyirəm ki, bu günləri Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin, amin qardaş. Gəlin, o Sübhan qardaşımız demişəm, onların bizə əmanət qoyduğu bu torpaqları biz vicdanla, şərəflə qoruyaq və onları gələcək nəsillərə bir töhfə olaraq, Çok sağ olun. nəsihət olaraq bildirək ki, bax bu günləri bu suveren azad dövlətdə yaşamağımızın, müstəqil dövlətdə yaşamağımızın təməlin və bizə töhfə eləyən o qəhrəman şəhidlərimiz olun. Allah hər birimizə razı olsun. Çox sağ olun Ağsaqqal. Hər bizə təşəkkür edirəm. Gələn əvladlar olsun. Bu gün bizim balamızın ad günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah fərq eləmir, birinci Qarabağ, ikinci Qarabağ, fərq eləmir. 44 günlük fərq eləmir, antiterror fərq eləmir. Bunlar hamısı bizim bağlarımızdır. Biz bu insanlarla fəxr eləməliyik. Bunlar bizim gen yaddaşımızdır, qanımızdır, canımızdır. Yarımçıq qalan işlərimiz də bunlar tamamladı. Şükür olsun Allah'a. Allah bunların yeri cənnət eləsin. Amin. Çok sağ ol. Komandir. Buyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin və sənə Allah səbir versin. Onsuz da Cavid balamızın yeri cənnətdir, cənnətdədir.
Yine de bütün Allah şehitlerimize Allah rahmet eylesin. Amin. Güzel mekanda, güzel diyarda, güzel şehitler xiyabanında yerden göyden cennet yağır. Bu yerden göyden yağan cennet içerisinde bunların sayesinde biz de varız. Hiç kim oğlana bilmez. Hiç kim çapalayabilmez. Hiç kim kenara çıkabilmez sızıqdan ki ben falan diyeyim. Hiç kim diyor. Ne sense bunların sayesinde. 44 günlük muharebe 30 illik işgal altında olan torpaq bu günləri bütün dünyada Azərbaycan xalqını qaldırdı. Bu günləri balaca bir ölkə olan Azərbaycan, böyük bir ölkə olan Amerikadan da ucaldı. Amerikanın da ucasında, Amerikanın da başının üstüne geldi bunların sayesinde. Möhtərəm prezidentimiz Ali Başkan Manuel Həmələv bunların sayesinde. Bu bağlarımızın, bu 44 günlük muharebenin işi, 44 günlük muharebenin sedası, 44 günlük muharebenin havası bütün dünyaya yayıldı. O cümleden Azerbaycan'a. Ona göre de biz canımızı da, varlığımızı da bu söz değil. Kim söz derse ölü için değil. Gelsin şimdi alacak, hiç söz denmez burada. Raydan gelen söz, ciğerden gelen söz esas budur ki hamımız bunların sahasına düşüyor. Hamımız bunların sahasına, bütün o stolda oturanlar hepsi bunların sahasına oturur. Bu yakında ben dedim tedbirlerin birinde. Hiç kim dinlenebilmedi. Hiç kimden de korkmuyorlar. Korkacağını da yoktu Allah'a şükür. Hamı bir nefer kimi buna vurmalıdır. Bu günleri bu kişi burada olmasaydı bu adamlar burada olacaktı. Yüzü kıbile etmişim elimde semada bu kıbile hakkı. 3 nefer de olsaydı bugün burada olacaktı. Bana göre de bu hamının da dünyanın tedbirler demişim. Acı yok o yanımda. Dünyanın meclisi de demişim. Onlar dünyanındır, onlar ülkenindir, onlar milletindir. Bu şehitler halkındır, bu şehitler canın ciğerli halkın, milletin, ülkenin. Ona göre ki Azerbaycan halkı eleyen bu bağlarımızdır. Azerbaycan halkını bu günleri Azerbaycan halkı yok dünya miqyasında tanıttıran Ali Başkomandan bizim bu bağlarımızda Allah bunlara cennetinde eləsin. Allah bunların mekanın cennetinde eləsin. Hiç kim qırağa çöpərib çıxa bilməz. Ondan sonra bak sen vallahi köybəm sən heç kimsəsən. Kimsəsə bunların sayəsindəsən. 44 günlük canların fəda veren bağlarımız bu günleri biz azadıq, bu günleri biz xoşbaxtıq, bu günleri biz baxtıvarıq, bu günleri biz toy edirik, maşın alıp ölçürük. Her bir yerinde gezmə, başımız ucadı, her birinde söz deməkdə üzümüz ağdı Allah'a şükür. Allah her bir Azerbaycan halkının yüzüne qalasın. Bugünkü günde Allah Teala bu bağlarımızın anaları xəstə olubsa, ataları xəstədirsə, Allah onları şəfa versin. Amin. Zaman kişində bu günləri yoldaşı xəstədir. Allah da ona şəfa versin. Bugünkü gün yaxşı gün, əziz günlərdir. Zəhmət çəkir, əzdət çəkir, zulüm çəkir, belə deyək. Ona görə də bunların duasının üzü hürmətlə o da yaxşılar olaraq olsa. Xəstə insanlarımız yaxşılar. Şeydə axşam ərzdən gələmişdim. Qardaş nədir? Faiq müəllim. Faiq müəllim. Dedi valla sabah orada olmayacağım. Bak Faiqin də sənə təbrikini çatdırıram. Ona duasının sözünü çatdırıram. Bəli, onun da başı qarşıdır. Başı qarşıdır, onun da ailesi xəstədir. Allah şəfa versin. Amin. Allah Teala bütün şəhidlərin atasının, anasının qalan bağlarını xoşbaxt eləsin. Ya Rabbim ya Resulallah. Hamımız bir nəfər kimi, hamımız bir adam kimi, hamımız bir adama qulluq eləməliyik. Hamımız bir şəhidə qulluq eləməliyik. Hamımız bütün şəhidlərə qulluq eləməliyik. Bunlar and yeridir. Bunlar ziyarət yeridir. Bunlar güzaran yeridir. Bunlar igid yeridir. Arxa yeri dayak yeridir. Ona göre de her birimiz bu insanların, bu ülkenin qədrini bilməliyik. Allah Teala Azerbaycan xalqını xoşbaxt eləsin. Allah Ali Başkomandan İlham Əliyev cənablarının xoşbaxt eləsin. Allah üçün hər birinizi xoşbaxt eləsin. Allah bütün şəhid atalarının, bağlarını gözlə çıraq alsın. Ya Rabbim, ya Resulallah. Yekun sözü hörmətli Agil müəllim, buyur. Çox sağ olun Ağacı müəllim, söz verdiyinizə görə. Əziz ziyarət iştirakçıları, qonaqlar, əziz şəhid ailələri, mən də hər birinizi Şamaxıran İcra Hakimiyyətinin başçısı, hörmətli Tahir müəllimlərini, Şamaxıran İcra Hakimiyyətinin kollektivlərindən salamlayıram. Cavid qardaşımızın timsalında cəm şəhidlərimizə, cəllatlar rəhmət, ailə üzvlərinə, yaxınlarına səbir, dözüm diləyirəm və bildirmək istəyirəm ki, artıq vətən müharibəsinin başlamasında, vətən müharibəsində qazanan
zəfərin üzərindən 5 il keçir, 6-cı ildə. Bu dövlət, bu millət var olduğu müddətcə şəhidlərimiz hər Olacaq. birimizin xatirəsində əbədi yaşayacaq. Onların əziz xatirəsi hər zaman uca tutulacaq, onların məzarları hər zaman ziyarət olunacaq. Allah bu dövləti, bu milləti var eləsin. Amin. Cəm şəhidlərimizə uca Allahdan rəhmət diləyirəm. Ailə üzvlərinə, yaxınlarına səbir dözüm. Teşekkür Allah ederim. razı olsun. Həmişə bu söz demişəm. Füzulidən başladı. Hacı Mərhəmətin oğlu getdi, Şuşadan yekunlaşdırdı. Yaralandı, gəldi Şamaxıya. Sizin hamınız apardım ona dəyməyə. Baba, bu Hacı Mərhəmətin oğlu. Mənim nəvəm Bayramov İnqilab oğlu Vasif. Bayramov Vasif İnqilab oğlu. 44 günlük müharibənin içərisində olub, qazidir bu saat. Prezidentimiz tərəfindən ordenləri var. Və eyni zamanda bacımın nəvəsi Həşimov Atabəy Bəli. Bəyləroğlu. Qazidir, döşündə ordenlər medallar. Bax, eyni zamanda bunlar hamısı mənim nəvələrimdir. Eyni zamanda əmmin də oğlu, baba. Arkamızdakı ikinci sıra, birinci sıranın ikinci sırasındakilərdir. Hamısı bunlar mənim nəvələrimdir. Hamısına bunların Allah Teala cənnətində olsun ya Rabbim mərhəmət. Amin, amin. Bütün bunlara dua edəndə bütün vücudum gəlir. Heç kimin ehtiyacım yoxdur Allah'a şükür. Nə ehtiyacım var ki məsəl? Ehtiyacım mən bunlardan. Mənim dirəyim bunlardır. Mən eləyən, mənim sizin qarşısında gürullardan bunlardır. Göy gürülüb çıxıb gedir. Allah Teala bunların ataların alarının qalan bağlarını xoşbaxt etsin. Ya Rabbim ya Resulallah. Hörmətli Hacı Mərhəmət. Söz yoxdur canım bir bala. Deyirik də deyəcəkdin inşallah. Buyur ver də dua. Amin. Allahümme salli ala Seyyidina. Allahümme inne salli. Esselamu aleyküm. Vel Rahmanallah. Teşekkür ederim. Hürmetli cemaat.